Göstər, göstər. Sarmışıq. Bəyi gözünün altında Baxın, baxın görürsünüz. dostlar. Baxın alnında, gözündə, hər yerində yaralar var. Ürəyi bulanlar artıq çünki bəlkə beyin zədəsi. Gör İlham Əliyev bu cındır balası necə qudurubsa. Yəni 4 dənə muhacirin üstünə 40 dənə axrana göndərib. Ay bu Dünyanın hansı prezidenti belədir? Bax qardaş, bu sən sual quldurluqdur. verirəm. Sən başa düşsən ki, İlham Əliyev Amerikanın hüquqi dövlətdə at oynatmaq istəyir. Sən başa düşsən ki, o nə edir? Hansı cinayətlər? Buna kim belə volya verib? Trump buna belə volya verib. Bunu başa düşmə, İlham Əliyev başa düşməlidir ki, Trump bu gün sabahlıqdır, amma Amerika qanunları İlhamı sikəcək. Aha. İlhamın götünü sikən Trump olmayacaq. Amerikanın qanunları. Məhkəmə sistemi çox güclüdür. İnsanlar niyə orada rahat hiss eləyir? Çünki məhkəmə var, qanun var, konstitusiya var. İlham Əliyev ağlını itirib. İlham Əliyev dünən Emin Hüseynov yanına quldurlarını göndərib. Bu o deməkdir ki, indi hər kəs bizə nə deyir? Hər kəs deyir ki, hücum hazırlanıb, hücum. Nədən qorxusu? Şapalaq vurub qaçacaq. Avropa qanunvericiliyində bunun adı hücum yox. Terror gedir. Bəli, terror. Terror Açıq şəkildə sən terror. döyüblər İsveçrədə. Bəli. Bu hücum yox, bu terror deməkdir. İlham Əliyev artıq Avropada terror törədir. Və mən bayaq da efirdə dedim. İlham Əliyevin ən böyük səhvi bilsən nə oldu? Ən böyük səhvi oldu ki, o quldur dəstəsini birinci sənin yanına yox, mənim yanıma yox, Eminin yanına göndərmək idi. Emin indi prosedur başladıb ki, İlham Əliyev beynəlxalq təşkilatların siyahısında terrorçu kimi daxil olacaq. 100%. Yox ki, diktator kimi. Bax, Putin diktatordur. Heç Putin o boyutda statusla Avropada at oynadı. Bununla bağlı Mehman amnistiya aktı başlatmalıyıq biz təcili olaraq. İlham Əliyev dünyada terrorçu onu kimi. hər şey eləyəcək. Bax, indi Eminə bu plan hazırlanmışdı. Emin İsveçrə polisinə xəbər eləyib. Sən heç bax sən axşam ostra yatanda bu gecə sən xəbərin olmadı, amma sənin gəlib əraziyə polis gəlib fırlanıb. Artıq sənin də polisinin xəbəri var ki, amma mən də deyirəm, bayaq çıxmışdım, görürəm, polis gəldi maşınla mənə baxa-baxa keçdi getdi. Sən öyle. Eşadın da yanına gəliblər, bizim hər kəsin. Emin bütün siyahını veribdi polisə və bildirib ki, bu adamlar təhlükədə. Yəni İlham Əliyev çalışacaq ki, sənə də zərər yetirsin, mənə, Eminə. Amma Emindən bunu başlatmaq istəyib. Bu alınmayıb. Emin artıq bütün beynəlxalq təşkilatları ayağa qaldırıb, beynəlxalq qurumlarını ayağa qaldırıb. Artıq Almaniya, İsveçrə, Fransa, Belçika, ətraf ölkələrin hüquq mühafizə orqanlarına xəbər verilib. Artıq sərhədlərdə daha ciddi yoxlanışa başlanıb və İlham Əliyev yenə deyirəm ki, bizim ən böyük uğurumuz olacaq ki, İlham Əliyevi bu beynəlxalq təşkilatların siyahısına Bin Ladeni necə soxmuşdular? Terrorçu, bu diktator deyil, bu artıq qoçuluq eləyir. Biz də ona cındıra yerini göstərəcəyik. Bu proses başlayıb. Bu gün onu Vaşinqtonda da biabır eləyiblər. Tofiq bəyin oğlu, Bəxtiyar, Adil bomba kimidir.